Azərbaycan Rəssamlıq Məktəbinin ən görkəmli nümayəndələrindən biri, dövlət mükafatı laureatı Bəhlulzadə Səttar Bəhluloğlu 15 dekabr 1909-cu ildə Bakı yaxınlığında Əmircan adlandırılan qədim Xilə kəndində anadan olub. Həyatdan aldığı sevinci əvvəlcə ağ kağız, sonra isə kətan üzərində ifadə etmək istəyi Səttarda hələ uşaq yaşlarından yaranıb. Rəssamın bir şəxsiyyət kimi formalaşmasında qədim Azərbaycan mədəniyyətinin, doğma yurdun əsrarəngiz və zəngin təbiətinin böyük rolu olub. Səttar Bəhlulzadə 1931-ci ildən Azərbaycan Rəssamlıq Məktəbində, 1933-cü ildən isə Vasili Surikov adına Moskva Rəssamlıq İnstitutunda təhsil alıb. Yaradıcılığa Kommunist qəzetinə Əzim Əzimzadənin rəhbərliyi ilə başlayan rəssam 1931-1933-cü illərdə o dövrə uyğun məzmunlu ilk karikaturalarını çap etdirib. Rəssam da var ki, emosi və həyəcanı. Mən ikinci dənəm. Hələ sağlığında müasirləri bunun aramızda gəzən dahi deyə çağırırdılar. Özünün bundan xəbəri yox idi. Çəkdiyi əsərləri üzünə tərifləyəndə də hələ çox şey demək lazımdır deyir, söhbətin yürümünü dəyişməyə çalışardı. Səttar Bəhlulzadə 1909-cu ildə Bakının Əmircan kəndində anadan olub. 18 yaşına kimi Əmircandan kənara çıxmayıb. Rəssam olmağa qərar verən Səttar əvvəlcə Bakıdakı rəssamlıq texnikumunda, sonra isə Moskvadakı Surikov adına rəssamlıq institutunda təhsil alıb. Moskvada diplom işi üçün ona yaxın olan Babək mövzusunu seçəndə də heç kəs etiraz etməyib. O başqalarından fərqlənərək diplom işi olaraq bir yox, 2 əsər, Babək üsyanı və Bəz qalasının müdafiəsi tablolarını işləyib. İkinci Dünya Müharibəsinin başlanması ona diplom müdafiə etməyə imkan verməyib. Müharibədən sonra hələ də diplomsuz qalan rəssama dəfələrlə Moskvaya gəlib diplom işini müdafiə etmək təklif olunsa da, o buna etiraz edib və məgər diplomsuz rəssam olmur cavabını verib. Mən İlham və Natura ardınca qoyduğum kimi baş götürüb Tahiti adasına getmirəm və bunu başqalarına da məsləhət görməzdim. Çünki doğma xalqın həyatı, vətən torpağı, əsl ilham mənbəyidir. Bu, Səttar Bəhlulzadənin yaradıcılığını səciyyələndirən və doğma Azərbaycan torpağına sevgisini əks etdirən öz sözləridir. Onun